Köhnə dərdlər, yeni ümidlər qədim Azərbaycanın dağlıq bölgələrindən birində nəhəng dağların ətəyində şirin çayların axdığı, təravətli meşələrin sərinliyini hiss etdiyiniz Qızılqaya adlı kiçik bir kənd yerləşirdi. Bu kənd əsrlərin ağırlığını daşıyan qoca ağacların kölgəsində, qədim daş evlərin arasında insanın öz kökünü tapdığı, əbədi dəyərlərin yaşandığı bir yer idi. Hər küncü, hər daş, hər yol keçmişin izlərinin, atalarımızın zəhmətini və sevincini özündə əks etdirirdi. Kəndin sakinləri sadə və səmimi insanlardı. Hər kəsin qəlbində öz dərdləri, kədəri, amma eyni zamanda ümidləri də vardı. Onların gündəlik həyatı səhərin ilk şüalarından gecənin səssizliyinə qədər əbədi dövr edən təbiətin ritminə uyğun yaşanırdı. Hər gün dağların sükutlu dili ilə danışan, çayın yavaş-yavaş axışını dinləyən, küləyin yarpaqlarla oynadığı bu yerdə həyat sanki zamanın özündən daha dərin bir mənaya malik idi. Bu kəndin ürəyində hörmətli və çalışqan bir gənc olan Əli yaşayırdı. Əli uşaq vaxtlarından bəri kəndin adət-ənənələrindən, atalarının ağıllarına və köhnə dastanların izlərinə sadiq qalmışdı. Onun atası İsmail bəy hər axşam ocağın qarşısında oturub keçmişin hadisələrini, qəhrəmanlıq dolu nağılları və həyatın əsl dəyərini gənclərə çatdırardı. İsmail bəyin sözləri Əlinin ruhuna dərin izlər buraxmış, onu həyatın çətinlikləri ilə mübarizə aparmağa və qəlbindəki ümid işığını heç vaxt sönməyə qoymamışdı. Əlinin həyatı kəndin sadə ritminə uyğun keçsə də, o öz içində böyük arzular və xəyallar bəsləyirdi. O, uşaqlıqdan bəri dünyanın, insan ruhunun dərinliyini və əbədi dəyərləri anlamağa çalışırdı. Hər səhər dağların əzəmətli siluetinə, çayın sərin suyuna baxaraq hər kədər, hər acı insanı daha da gücləndirir deyə düşünürdü. O, inandığı kimi həyatın hər anı dəyərli idi və keçmişin dərsləri gələcəyin ümidinə çevrilirdi. Bir bahar səhəri kəndin gözəl tarlaları yenidən yaşıl rəngə bürünərkən, Əli öz təsərrüfatında çalışarkən, kəndin digər ucundan nazlı addımlarla yaxınlaşan Nərmin adlı gənc qızın keçdiyini gördü. Nərmin kəndin incə və zərif qızlarından biri idi. Onun gözləri mavi dağ göylərini xatırladır, saçları isə günəşin qızılı şüaları kimi parıldayırdı. O, yalnız gözəlliyi ilə deyil, həm də səmimi təbiəti, mərhəmətli ürəyi və həyatın dərinliyini hiss etdirən düşüncələri ilə fərqlənirdi. Əlinin qəlbində dərhal Nərminə qarşı xüsusi bir hiss oyandı. Əli və Nərminin ilk qarşılaşması sanki zamanın özünün bir anlıq dayandığını hiss etdirdi. O an iki gəncin gözləri üst-üstə gəldi və sanki hər şey sustu, ətrafdakı təbiət, dağların sükutlu dili və çayın yavaş axışı belə onların içindəki dərin duyğuları ifadə edirdi. Daha sonra kəndin sakit yollarından, palıd ağaclarının kölgəsində onlar uzun sürətli söhbətlərə başladılar. Hər bir söhbət keçmişin izlərinin, atalarının öyrətdiyi hikmətləri və gələcəyin açılmamış səhifələrini canlandırırdı. İki gəncin arasında yaranan bu əlaqə yalnız romantik duyğuların yox, həm də həyatın sərt reallıqları və əbədi ümidin simvoluna çevrildi. Kənd həyatının sakitliyi və ritmin eyni zamanda fəlakətlərin, kədərin və sınaqların da şahidi idi. Bir gün dağların ətəyindən qəfil enən sərt qasırğa Qızılqaya kəndini ovladı. Küləklər əsdi, yağışlar sərt və amansız idi, tarlalar su altında qaldı, yollar çamur içində boğuldu. Kəndin sakinləri təbiətin bu sərt üzü ilə üz-üzə qaldı və bir gecə ərzində baş verən hadisələrin yaratdığı dağıntı qarşısında çaşqın və kədərli oldu. Əlinin atası İsmail bəy illərin gətirdiyi təcrübə ilə sakinlərə sakit və inamverici sözlər söyləyərək dedi: "Həyat bizə hər zaman dərs verir, bu fəlakət də qəlbimizdəki işığın daha da parlaq yanmasına səbəb olacaq." Bu sözlər kəndin hər bir sakininin ruhuna dərindən toxundu və birlikdə hər şeyin öhdəsindən gəlməyə can atdılar. Əli və Nərmin qasırğanın yaratdığı dağıntını aradan qaldırmaq üçün yorulmadan işlədilər. Onlar yardımlaşmaq və bir-birinə dəstək olmaq üçün əl-ələ verdilər. Qırılmış damlar, su basmış tarlalar və dağılan ümidlər qarşısında kəndin hər küncündə bir səs kimi səslənən inam, həmrəylik və sevgi yenidən doğurdu. Gecələr qasırğanın acısını unuda bilməsələr də ulduzların altında səssiz gecələrdən insanlar keçmişin və gələcəyin sirlərini, kədərin və ümidin ahəngini düşünürdülər. Əli çayın kənarında oturaraq hər fəlakət qəlbimizdə yeni ümidlər doğurur, heç bir acı, sevginin və mərhəmətin gücünü sarsıda bilməz deyə özünü təsəlli edirdi. Nərmin isə ulduzlara baxaraq həyat acı ilə şirin, kədər ilə sevincin iç-içə keçdiyi böyük bir roman kimidir. Biz bu romanın hər səhifəsini sevgi ilə yazmalıyıq deyə sözlərinə davam verirdi. Zaman keçdikcə qasırğanın dağıtdığı hər şey bərpa olundu.
Kəndin daş evləri, palıd ağacları və tarlaları yenidən köhnə gözəlliyini qazandı. Hər kəs keçmişin dərslərini yad edərək gələcəyə ümidlə baxmağa başladı. Kəndin yaşlıları gənclərə atalarının dediklərinin, tarixin və təbiətin öyrətdiyi hikmətləri çatdırırdı. Onlar bilirdilər ki, hər bir kədər, hər bir acı insanın qəlbində daha möhkəm bir işığın yaranmasına səbəb olur. Bir neçə il ərzindən Əli və Nərminin sevgisi Qızılqaya kəndində yaşayan bütün insanlara ilham verən bir nağıl halına gəldi. Hər səhər günəşin ilk şüaları ilə başlayan yeni bir gün onlar üçün yeni arzular, yeni ümidlər və yenilənmiş sevgi demək idi. Palıd ağaclarının sərin kölgəsində, çayın sakit axışı yanında onlar həyatın bütün ziddiyyətlərini, acı ilə şirin, kədər ilə sevinc paylaşır, bir-birinin ürəyindəki işığı daha da parlaq etməyə çalışırdılar. Hər axşam əl-ələ verib kəndin dar yollarında gəzərkən Əli Nərminə belə deyirdi: "Görürsən, bu torpaq bizim köklərimizi, atalarımızın dediklərini, keçmişin və gələcəyin sirlərini daşıyır. Biz də bu torpağın bir parçasıyıq və qəlbimizdəki işıq bu kəndin və bütün insanlığın ümididir." Nərminin dərin baxışları ilə cavabında isə: "Əzizim, biz hər çətinliyi sevgi ilə aşırıq. Həyat bütün acıları, bütün kədərləri arxada qoyaraq qəlbimizdə əbədi bir işıq yaradır," deyə səmimi sözlər axıdırdı. Köhnə dərdlərin və yeni ümidlərin iç-içə keçdiyi bu günlərdə Qızılqaya kəndinin hər kəsi öz həyat hekayəsinin qəhrəmanı olduğunu hiss edirdi. Hər küncdə, hər daşda, hər ağacın kölgəsində keçmişin izləri və gələcəyin ümid dolu səsi vardı. Kəndin yaşlıları gənclərə həyatın çətinlikləri ilə üzləşməyin və hər bir acıdan sonra ümidin necə doğduğunu öyrədir. Onlara keçmişin dərsləri, gələcəyin ümididir deyə söyləyirdilər. Bir gün kəndin mərkəzində böyük bir mərasim təşkil olundu. Palıd ağacının kölgəsində toplanan bütün sakinlər keçmişin acılarını və xoş xatirələrini yad edərək yeni ümidlərlə gələcəyə addım atdılar. O axşam ulduzların parlaq işığından Əli və Nərmin əl-ələ verərək kəndin hər küncünə sevgi və inam mesajı göndərdi. Hər kəs qəlbindəki işığı və gələcək üçün duyduğu ümidlə keçmişin dərslərini unutmadan yeni səhifələr açdı. Beləcə Qızılqaya kəndində həyat davam etdi. Hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit anlarda insanlar keçmişin dərslərinin, atalarının hikmətini və gələcəyin ümid dolu səsini dinləyərək yaşadı. Köhnə dərdlər yeni ümidlərlə qarışaraq hər kəsin qəlbində gələcəyin parlaq səhifələrinə çevrildi. Bu dastan yalnız bir kəndin, yalnız iki gəncin hekayəsi deyildi, o, bütün bir xalqın, bütün bir torpağın və insan ruhunun sarsılmaz inancının, sevgi və mərhəmətin simvoluna çevrildi. Həyatın hər anın acı ilə şirin, kədər ilə sevincin iç-içə keçdiyi böyük bir roman kimi Qızılqaya kəndinin hər sakininin ürəyində əbədi iz buraxdı. Köhnə dərdlər yeni ümidlərlə nəsillər boyu danışılacaq, qəlblərdə yaşayacaq bir nağıl oldu. Hər kəs bu dastandan ilham alaraq öz həyat hekayəsini sevgi ilə yazdı və gələcəyə ümidlə baxdı. Beləliklə, Köhnə dərdlər, yeni ümidlər adlı bu hekayə Qızılqaya kəndinin, bütün Azərbaycanın dərin tarixinin və insanlığın əbədi ruhunun şahidi olaraq nəsildən nəsilə ötürüldü. Hər kəs həyatın çətinlikləri ilə üzləşsə də qəlbindəki işığı, sevgi və ümidin parıltısını itirmədən əbədi bir roman yazmağa davam etdi.